Muxtar Respublikanın rayonlarında rəqəmsal infrastruktur müasirləşdirilir. Culfada yeni xətlərin çəkilməsində də əsas məqsəd sakinlərin sürətli internetə daha rahat çıxışını təmin etməkdir. Evədaş fiberoptik layihə çərçivəsində şəhərin Heydər Əliyev prospektində Mehdi Hüseynzadə, Elşad Nağıyev, Məhəmməd Əsgərov, Təbriz və Xəqani küçələrində yerləşən ümumilikdə 34 yaşayış binası fiberoptik şəbəkəyə qoşulmuşdur. Hazırda həyata keçirilən GPON texnologiyasına əsaslanan optik şəbəkə Culfa şəhər sakinlərinə yüksək sürətli, dayanıqlı, etibarlı internet, rəqəmsal televiziya və digər müasir telekommunikasiya xidmətlərindən istifadəsinə mühüm şərait yaradır. Görülən işlər onu deməyə imkan verir ki, Culfa şəhərində ən qısa zamanda yüzlərlə abonent GPON texnologiyası vasitəsilə keyfiyyətli və yüksək sürətli internetlə təmin olunacaq. Evdə internet var, ancaq sözün açığı ürək açan vəziyyətdə deyil, yəni çox zəifdir. Bu da istər-istəməz həm sosial şəbəkədən istifadəni, həm də ünsiyyəti belə çətinləşdirir. Yeni çəkilən xətlərin vasitəsilə bu problemin aradan qalxacağı gözlənilir və mən inanıram ki, bu tez bir zamanda mümkün olacaqdır. Mən öz adımdan və Culfa şəhər sakinləri adından bu işi reallaşdıran, əziyyət çəkən hər kəsə minnətdarlığımı bildirirəm və işlərində uğur arzulayıram. Bu gün artıq GPON-a keçdiklərini eşidəndə sevindim. Çox razıyam və səbirsizliklə də bu optik çəkilişi gözləyirəm. Vətəndaşlara artıq daha keyfiyyətli internet verə biləcəklər. Qeyd edək ki, növbəti mərhələdə Muxtar Respublikanın digər yaşayış məntəqələrinin sürətli, dayanıqlı və fasiləsiz geniş zolaqlı internet xidmətləri ilə tam təmin edilməsi nəzərdə tutulub. Adilə Səfərova, Tərlan İbrahimova, Oruc Məmmədiyarov, NTV Xəbər.